Zamanım Bağırzadə Firdovsi Əlişoğlu 1996-cı ildə Masallı rayon Gültepe kəndində anadan olmuşdur. 2014-cü ilin oktyabr ayında Masallı rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2016-cı ilin aprel ayında Tərtər rayon istiqamətində cəbhənin təmas xəttində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Firdovsi Bağırzadə uşaqlıq illərindən zəhmətə alışan, vətənini sevən oğul idi. Şəhidin dəfni Masallı rayon Gültepe kəndində baş tutmuşdur. Dəfn mərasiminin sonunda yaylım atəşi açılmışdır. Firdovsi Bağırzadənin əsgər yoldaşları, hərbi hissənin zabit heyəti dəfn mərasimində iştirak etmişdir. Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalı ilə təltif edilmişdir. Allah şəhidimizi